Biləsuvar rayonunda gənclər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisəni sakitləşdirmək üçün evdən çıxan şəxs özü ağır yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı gənc polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə gecə saat 2 radələrində Biləsuvar şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə evlərin birinin qarşısında toplaşan bir qrup gənc arasında səs-küylü mübahisə yaranıb. Bu zaman şəhər sakini 23 yaşlı Kənan Rəhimli mübahisəni sakitləşdirmək məqsədi ilə onlara yaxınlaşıb. Lakin mübahisə daha da böyüyərək dava ilə nəticələnib. Hadisə zamanı Kənan Rəhimli və 20 yaşlı Tərlan Şahbazov müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar. Burandan sonra da orada qan görürsən, boğazında bir yandan da biri gəlirdi, bizim Əldurum uşaqlarına harasa gedirdi. O kömək elədi. Dedim, köynəyini çıxart. Mən sana dedilər, vurublar. Mən yoldan qalib gəlincə, ona dedim, köynəyini çıxart, bas boynuna. Köynəyini çıxartdırdım, bastı boynuna. O əlində apardı o bədbaxt. Yaralanan şəxslər Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarət alan Kənan Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilib və üzərində cərrahi əməliyyat aparılıb. Digər yaralının vəziyyəti yüngül qiymətləndirildiyindən ona ambulator yardım göstərilib. Təbibdən verilən məlumata görə 7 may 2026-cı il tarixində saat 02 radələrində 2003-cü il təvəllüdlü kişi cinsli şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona sağ əlin və kürək nahiyəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent üzərində cərrahi əməliyyat icra olunub. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır. Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir. Elvin Qudratov, İlqar Mustafayev, Bugün informasiya proqramı üçün.